Başlamaq lazımdır birinci, təhsilə marağın yaradılmasından. Diqqəti gücləndirmək lazımdır. Qadjetlərin miqdarını azaltmaq lazımdır və eyni zamanda hər hansı bir kiçik fəaliyyəti verəndə onun sonunda nəticə alandan sonra afərin səndə alındı, sən bundan da güclüsün, bundan da ağırını bacararsan və s. Yəni bunda ruh yüksəkliyi artırmaq lazımdır. Uşağı elə əvvəldən məktəbə qədər dövrdən təhsilə vərdiş yaranırsa, nəyisə kəşf elə, inkişaf etdir onları və s. Get-gedə həmin vərdiş məktəbdə də öz yerini tutacaq və nəticədə insan artıq onsuz bacarmayacaq kimi bir təəssürat yaranacaq. Yəni uşaqda o tədris ağır olmaması üçün ona pillə-pillə getmək lazımdır, sadədən mürəkkəbə. Heç kəsi qorxudaraq heç nəyə məcbur etmək olmaz. Olsa da o nəticəsi xoş olmayacaq. Ancaq nümunə göstərərək, çünki ilk yaşlarda nümunə çox vacibdir. Valideyn özü oxuyursa, valideyn kitaba meyillidirsə, hansı bir ağıllı insanlarla görüşdürmək, hansı bir uğur qazanmış bir insanların yanında ən azı müəyyən bir söhbətlər aparmaq, bu hamısı ailədən gələn bir şeylərdir. Yəni bunu süni şəkildə eləmək olmaz. Ancaq tərbiyənin əsası bir sevgidir, bir nümunədir.